Bütün bildikləriniz yanlışdır. Bəli, bugünə qədər dərinizə, oynaqlara, yaralara çəkdiyiniz, min bir dərdin dərmanı adlandırdığınız o məşhur palçıq vulkanının gili haqqında bildiyiniz hər şey böyük bir yalandır. Tibb fakültəsində bizə bunu heç vaxt açıq şəkildə deməyiblər. Əgər doğrudan da öz sağlamlığınızın qeydinə qalırsınızsa, ilk növbədə bu videonu bəyənin və kanalımıza abunə olun. Çünki bugün mən sizə heç bir klinikanın, heç bir səhiyyə sisteminin sizə demək istəmədiyi o acı həqiqətləri açacağam. Niyə demirlər? Hansısa gizli bir sui-qəsd olduğuna görə yox, sadəcə bürokratik əngəllər, protokollar və sistemin boşluqları ucbatından. Amma əvvəlcə, həkiminizin sizə heç vaxt demədiyi, təlimatların isə sustuğu o məqama diqqət yetirək. Azərbaycanda, xüsusən də Qobustan və Ələt tərəflərdə palçıq vulkanları milli sərvətimizdir. Amma bu sərvəti necə istifadə edirik? Yaşlı nəsil, əzizlərim, sizlər illərin ağrılarını, dəri problemlərini təbiətin gücü ilə həll etməyə çalışırsınız. Təbiət özü dərmandır deyib, o palçığı plastik qablara doldurur, günəşin altında saatlarla saxlayır, sonra gətirib birbaşa açıq yaralara, ekzemaya, sədəf xəstəliyindən qızarmış dəriyə sürtürsünüz. Sizə elə gəlir ki, dərinizdəki o yanğı hissi palçığın sağaldıcı təsiridir. Amma əslində, o an dərinizin altında əsl bir infeksiya partlayışı baş verir. Nəzarətsiz şəkildə toplanmış o gil, əslində bakteriya və kimyəvi maddə anbarıdır. İçində hansı ağır metalların, hansı zərərli kükürt birləşmələrinin və hansı təhlükəli torpaq mikroblarının olduğunu təsəvvür belə edə bilməzsiniz. Bəs xəstəxanalarda, o bəzəkli klinikalarda niyə bu barədə susurlar? Niyə sizə gedin, palçıq çəkin, amma diqqətli olun belə demirlər? Çünki sistemin buna vaxtı yoxdur. Səhiyyə sistemində həkimin sizə ayırdığı 15 dəqiqə ərzində o, sizin yaralarınızı necə infeksiyalaşdırdığınızı araşdırmır. O, sadəcə nəticəni görür, standart protokolla ən güclü antibiotiki yazır və sizi evə yola salır. Şərhlərdə yazın, həkiminiz sizə bu barədə heç vaxt məlumat veribmi? Heç kimsə sizə xəbərdarlıq edibmi ki, o palçıq birbaşa infeksiya mənbəyidir? Mən illərdir bu sistemin içindəyəm və qapımdan içəri girən, dərisi qabıq vermiş, yaraları irinləmiş, ekzeması pik həddə çatmış yüzlərlə pasiyent görmüşəm. Onların hamısının ortaq bir hekayəsi var. Doktor, biraz palçıq vulkanının gilindən sürtdüm. İçinə qatıq, sarıkök qatdım ki, daha təbii olsun. Siz bu addımla özünüzü dəri şöbəsinin daimi qonağına çevirirsiniz. Sterilizə olunmamış, tərkibi laboratoriyada yoxlanılmamış gili zədələnmiş dəriyə vurmaq, açıq qapıdan evə oğru buraxmaq kimidir. Torpaqda yaşayan stafilokok və streptokok bakteriyaları, hətta tetanos təhlükəsi zəifləmiş, dəri bariyerinizdən qana keçmək üçün fürsət axtarır. Ekzema onsuz da dərinin müdafiə qatının yırtılması deməkdir. Siz o yırtıqdan içəri kimyəvi bomba atırsınız. Sistemin dediklərinə, korkoranə, inanmayanların cəmiyyətinə qoşulmaq üçün hələ fürsət varkən abunə olun. Və əgər illərdir davam edən dəri probleminiz varsa, videonun təsvirindəki linkə daxil olun və pulsuz konsultasiyaya yazılın. Bu, sadəcə bir addımdır, amma həyatınızı dəyişə bilər. Bilirəm, sizə elə gəlir ki, dərmanlar kimyadır, amma torpaq təbiidir. Lakin unutmayın ki, təbiətdəki hər şey bizim bədənimiz üçün uyğun deyil. Xüsusilə də yaşlandıqca dərimiz incəlir, qoruyucu təbəqəsi zəifləyir. Gecələr səhərə qədər davam edən o dəhşətli qaşıntıları, yuxusuzluqdan qızarmış gözlərinizi düşünün. Sizə elə gəlir ki, bu sizin qədərinizdir. Ekzema sizi ömürlük məhkum edib və məhz bu çarəsizlik sizi gedib o palçığı yaralarınıza sürtməyə məcbur edir. Psixoloji olaraq o qədər yorulmusunuz ki, qonşunun, qohumun hər dediyi təbii vasitəyə ümid yeri kimi baxırsınız. İllərlə fərqinə varmadan etdiyiniz bu səhvlər necə dərin fəsadlar yaradır, xəbəriniz varmı? Bu cür nəzarətsiz müalicələri neçə ildir ki, fərqinə varmadan edirsiniz. Şərhlərdə bunu mütləq qeyd edin, çünki tək olmadığınızı görməyiniz vacibdir. Əgər siz bugün, məhz indi bu təhlükəli müalicə metodundan əl çəksəniz, sizə dəqiq bir proqnoz verə bilərəm. Düzgün, ehtiyatlı və elmi əsaslanmış yanaşma ilə cəmi 3 ay ərzində dərinizin zədələnmiş bariyeri özünü bərpa etməyə başlayacaq. O dözülməz qızartı və qaşıntı azalacaq.
6 ay ərzində xroniki iltihab əhəmiyyətli dərəcədə səngiyəcək və vəziyyətiniz stabilləşəcək. 1 ilin tamamında isə o qorxunc dəri infeksiyaları, xora və ağırlaşma riski minimuma enəcək. Qan analizlərinizdəki iltihab göstəriciləri əvvəlki sağlam səviyyəsinə qayıdacaq. Bu, xəyal deyil. Bu, tibbin sübut etdiyi reallıqdır. Bəs bu prosesin maddi tərəfini heç düşünmüsünüzmü? Hər dəfə o vulkan gili üzündən yaranan ağır infeksiyanı müalicə etmək üçün apteklərdə qoyduğunuz o bahalı antibiotiklərə, məlhəmlərə və xəstəxana xərclərinə nə qədər pul xərcləyirsiniz? Bu, yüzlərlə manat deməkdir. Düşünün, bu, sizin öz nəvələrinizə saxlaya biləcəyiniz, onların gələcəyi üçün xərcləyə biləcəyiniz puldur. Siz isə bu vəsaiti pulsuz adlandırdığınız palçığın yaratdığı fəsadları təmizləmək üçün havaya sovurursunuz. Dəyərmi? Xeyr, siz ən yaxşısına layiqsiniz. Bədəniniz bu yaşda təcrübə poligonuna çevrilməməlidir. Bunun üçün cəsarətli olub həqiqətlə üzləşmək, kor-koranə inamlardan, rəvayətlərdən qaynaqlanan səhvlərdən imtina etmək lazımdır. Sizi dəri şöbələrinin daimi qonağına çevirən bu qüsurlu dövrədən çıxmağın vaxtı çatıb. Sağlamlığınıza sahib çıxın. Təsvirdəki link pulsuz konsultasiyaya aparır. Hələ boş yerlər varkən yazılın. Dəri xəstəlikləri, xüsusən də ekzema və sağalmayan yaralar barədə indiyə qədər bildiyiniz hər şey tamamilə yanlış ola bilər. Sizə illərlə təlqin edilib ki, təbiət özü ən böyük dərmandır. Torpaqdan gələn hər şey şəfadır. Buna görə də çoxunuz Qobustanın, Daşgilin o məşhur palçıq vulkanlarına gedib, qaynar, Bozgili birbaşa açıq yaralarınıza, quru dərinizə sürtmüsünüz. Amma sistemin sizə demədiyi, tibb məktəblərində belə bürokratik səbəblərdən sükutla keçilən qorxunc bir həqiqət var. Yalnız öz sağlamlığına dəyər verənlər üçün deyirəm. Bu videonu bəyənin və kanala abunə olun ki, həqiqətləri öyrənməyə davam edəsiniz. Amma əvvəlcə həkiminizdən heç vaxt eşitmədiyiniz, təlimatlarda yazılmayan o acı həqiqətə gələk. Sizin şəfa deyə yaralara çəkdiyiniz o nəzarətsiz palçıq vulkanı gili əslində ağır metallar, zəhərli maddələr və aqressiv bakteriyalarla doludur. Bəli, klinikalar bu barədə sizə ətraflı danışmır. Çünki onların sistemi yalnız siz o gili çəkib, dərinizdə dəhşətli infeksiya partlayışı ilə xəstəxanaya qaçdığınız zaman işə düşür. Onlar qarşısı alına bilən səbəblərlə deyil, yalnız fəsadlarla mübarizə aparmağa proqramlaşdırılıblar. O həssas dəriniz o palçığın altındakı anaerob bakteriyalar üçün əsl inkubatora çevrilir. Şərhlərdə yazın, həkiminiz bu barədə sizə heç vaxt deyibmi? Mən illərimi bu ağır fəsadların dəri şöbələrində aylarla yatan pasiyentlərin müalicəsinə həsr etmişəm. Məqsədim sizi qorxutmaq deyil, əksinə, sizi o sonsuz xəstəxana dəhlizlərindən xilas etməkdir. Düşünürsünüz ki, nənə-babalarımız da bunu edib, onlara heç nə olmayıb. Unutmayın ki, o zaman ekolojiya başqa idi. Sənaye tullantılarının kurund sularına qarışması bu səviyyədə deyildi. İndi isə o yerdən qaynayan vulkandan götürdüyünüz gil birbaşa qana sovrulan və bədəni zəhərləyən bir kütlədir. Ekzema onsuz da müdafiə səddi çökmüş dəri deməkdir. Siz o açıq mikro yaralara steril olmayan, tərkibi yoxlanılmayan gili çəkdikdə sadəcə qanınıza, infeksiyaya qapı açırsınız. Neçə ildir ki, fərqinə varmadan bu səhvi edirsiniz. Dərinizdəki o qızartıların, qaşıntıların qəfil şiddətlənməsinin əsas səbəbi məhz budur. Hələ ki bu məlumatlar əlçatandır. Kanala abunə olun. Sistemə kor-koranə inanmayan insanların icmasına qoşulun. Çünki bu məlumatları hər yerdə tapmayacaqsınız. Əgər siz də illərdir bu cür dəri problemlərindən əziyyət çəkirsinizsə və doğru bir yanaşma axtarırsınızsa, videonun təsvirindəki linkə daxil olun və pulsuz konsultasiyaya yazılın. Bu sadəcə kiçik bir addımdır, amma həyatınızı tamamilə dəyişə biləcək addım ola bilər. Gəlin indi reallığa baxaq və gələcəyinizi planlaşdıraq. Əgər siz bugün o nəzarətsiz gil seanslarından və xalq təbabəti adı altında satılan vərdişlərdən imtina etsəniz, dərinizin qoruyucu baryeri cəmi 3 ay ərzində özünü bərpa etməyə başlayacaq. Risk azalacaq. 6 ay sonra o bitmək bilməyən qaşıntı və qızartı hücumlarının azaldığını, vəziyyətin sabitləşdiyini görəcəksiniz. 1 ilin tamamında isə dərinizin immunitet göstəriciləri tamamilə yaxşılaşacaq və siz o bahalı hormonal məlhəmlərə möhtac qalmayacaqsınız.
Çünki mövcud sistem sizin o məlhəmləri ömrünüzün sonuna qədər almağınızda maraqlıdır. Onlar istəyirlər ki, siz əvvəlcə palçıqda infeksiya tapasınız. Sonra isə gəlib apteklərdə bütün pensiyanızı qoyub gedəsiniz. Sizin sağlamlığınız heç bir əczaçılıq şirkətinin gəlir mənbəyinə çevrilməməlidir. Tibb sənayesindəki boşluqlar məhz sizin bu inancınız üzərində qurulub. Halbuki düzgün profilaktik qayğı ilə siz bu amansız qapalı dairədən çıxa bilərsiniz. Təsəvvür edin, o dəhşətli xəstəxana günlərinə, güclü antibiotiklərə xərclədiyiniz onlarla manat pul cibinizdə qalacaq. Bu, sizin nəvələrinizə saxlaya biləcəyiniz, onların gələcəyinə xərcləyə biləcəyiniz puldur. Niyə onu sağlamlığınızı məhv edən vərdişlərin fəsadlarına xərcləməlisiniz? Azərbaycan təbiəti zəngindir. Bunu inkar etmirəm. Bizim ətirli kəklikotumuz, müalicəvi sularımız var. Amma təbiətin hər neməti birbaşa açıq yaraya tətbiq edilmək üçün deyil. Məsələn, elə bizim məşhur naftalan nefti belə xüsusi laboratoriyalarda mütəxəssislərin nəzarəti altında təmizlənir. Zəhərli maddələrdən arındırıldıqdan sonra istifadəyə verilir. Bəs siz Qobustanda yerdən qaynayan o gilin tərkibində hansı ağır metalların olduğunu yoxlatmısınızmı? Təbii ki, xeyr. Təbiət özü dərmandır deyib, dəri şöbəsinin daimi qonağına çevrilən o qədər yaşlı insanımız var ki, onların ah naləsi bugün də xəstəxana divarlarında əks-səda verir. Həyatınızın bu gözəl çağlarını xəstəxanalarda deyil, ailənizin yanında keçirməyə layiqsiniz. Mən istəmirəm ki, siz də o ağrılı siyahıya düşəsiniz. Mən istəyirəm ki, siz sağlam və rahat yaşlanasınız. Dəriniz nəfəs alsın, psixoloji vəziyyətiniz o bitməyən qaşıntıların girovluğundan qurtulsun. Sağlam dəri, sakit psixologiya və rahat yuxu deməkdir. Sizin rahatlığınız öz əlinizdədir. Sadəcə doğru informasiya ilə hərəkət etmək lazımdır. Yalançı təbii müalicə miflərindən, qonşunun məsləhətlərindən qurtulun. Elmin işığında, amma sistemin bürokratik oyunlarına aldanmadan öz sağlamlığınızın qeydinə qalın. Təsvirdəki link pulsuz konsultasiyaya aparır. Hələ yer varkən qeydiyyatdan keçin. Dəriyə qulluq və təbii vasitələrlə bağlı. Bildiyiniz hər şey tamamilə yanlışdır. Tibb kitablarında və ya sıxlıqdan boğulan poliklinikalarda sizə heç vaxt deyilməyən, daima gizlədilən acı həqiqətlər var. Yalnız öz sağlamlığına həqiqətən dəyər verənlər, yaşlılıq dövrünü rahat keçirmək istəyənlər indi kanala abunə olsun və videonu bəyənsin. Amma əvvəlcə, həkiminizdən heç vaxt eşitmədiyiniz həqiqətlərə diqqət yetirək. Niyə görə illərdir sizə təbiətin hər dərdə dəva olduğu aşılanır, amma arxasında dayanan dəhşətli fəsadlar barədə həmişə susulur. Bizim Qobustan və Abşeron palçıq vulkanlarımız dünyaca məşhurdur. Bunu hər kəs bilir. İllərdir ki, nəsildən nəslə keçən bir inanc var. Hər kəs elə bilir ki, o qaynayan boz palçığı, o vulkanik gili götürüb üzə, yaraya, ağrıyan oynaqlara sürtmək möcüzəvi şəfa mənbəyidir. Təbiət özü dərmandır deyə düşünürsünüz, eləmi? Qonşu məsləhət görür. İllərin adəti deyib o palçığı şüşə qablarda evə gətirirsiniz. Amma səhiyyə sistemimizdəki o bitib tükənməyən bürokratiya, kağız-kuğuz işləri o qədər çoxdur ki, heç bir poliklinika həkimi sizinlə oturub o palçığın içindəki bioloji, saatlı bomba barədə danışmağa vaxt tapmır. Onların buna nə vaxtı, nə də həvəsi var. Onlar sadəcə gündəlik norma kimi resept yazmağa məcburdurlar. Heç kim sizə o vulkan palçığının, o təriflənən gilin əslində nə qədər təhlükəli olduğunu, xüsusən də yaşa dolduqca zəifləyən dəriniz üçün necə bir fəlakətə çevrilə biləcəyini başa salmır. Bugün mən sizə o acı həqiqəti deyəcəyəm. Bilməli olduğunuz ən vacib məqam budur. O palçığın içi nəzarətsiz bakteriyalar, ağır metallar və zəhərli kimyəvi maddələrlə doludur. Təbiətdəki hər şey sizin bədəniniz üçün uyğun deyil. Siz o nəzarətsiz, heç bir laboratoriya təmizləməsindən keçməmiş vulkan gilini dərinizə, xüsusən də yaşla əlaqədar onsuz da incəlmiş, həssaslaşmış dərinizə çəkəndə əslində infeksiyaya böyük bir qapı açırsınız. Bu məlumatlar hələ əlçatan ikən kanala abunə olun. Çünki biz burada sistemə, kor-koranə inanmayan insanların cəmiyyətini qururuq. Biz həqiqəti axtaranların səsiyik. Əgər dərinizdə onsuz da problemlər, dözülməz qaşıntılar, sağalmayan yaralar və ya quruluq varsa, videonun açıqlama bölməsindəki linkə daxil olun
və ödənişsiz konsultasiyaya yazılın. Bu addım sizin həyatınızı dəyişə bilər. O palçıq dərinizə şəfa tapsın deyə çəkdiyiniz an, əslində torpaqdakı ən aqressiv mikrobları, parazitləri və kimyəvi tullantıları birbaşa qan dövranınıza buraxırsınız. İllərlə yığılıb qalan zərərli maddələr birbaşa hüceyrələrinizə hücum edir. Şərhlərdə yazın, həkiminiz bunu sizə heç vaxt demişdimi? Yoxsa onlar yalnız fəsadlar yaranandan sonra sizi bahalı dərmanlarla müalicə etməyə, apteklərə yönləndirməyə üstünlük verirlər. Dəriniz bir süngər kimidir. Üzərinə çəkdiyiniz hər bir təhlükəli maddəni anında canına çəkir və bütün orqanizmə yayır. Təsəvvür edin, illərdir ekzemadan, sədəf xəstəliyindən və ya sadəcə şiddətli quru dəridən əziyyət çəkirsiniz. Nənə babalarımızın sınanmış üsuludur deyib, o çirkli vulkan gilini yaraya, ekzemaya sürtürsünüz. Nəticə nə olur? Gözlədiyiniz o möcüzəvi sağalma əvəzinə infeksiya partlayır. Dəri anidən qızarır, dəhşətli dərəcədə şişir, irinləyir və ağrılar dözülməz həddə çatır. Təbiət özü dərmandır deyərək, özünü müalicə etməyə çalışanlar, çox keçmədən xəstəxanaların dəri zöhrəvi şöbəsinin daimi qonağına, ən acınacaqlı vəziyyətdə olan pasiyentinə çevrilirlər. İndi özünüzdən soruşun və şərhlərdə etiraf edin. Neçə ildir ki, fərqində olmadan bunu edirsiniz? Neçə dəfə öz əllərinizlə bədəninizi bu təhlükəyə atmısınız? Siz o palçığı pulsuz şəfa tapmaq, biraz rahatlamaq ümidi ilə istifadə edirsiniz. Amma son da apteklərdə, xəstəxanalarda aylarla davam edən ağır antibiotik müalicələrinə, hormonal məlhəmlərə minlərlə manat pul xərcləyirsiniz. O xərclədiyiniz pulları nəvələrinizə, onların təhsilinə, daha xoş və parlaq gələcəyinə saxlaya bilərdiniz. Bu sizin illərlə alın tərinizlə qazandığınız, bəlkə də qəpik-qəpik pensiyanızdan kəsib ayırdığınız pullardır. Niyə onu sistemin qüsurları və yanlış məlumatlar ucbatından itirməlisiniz? Bəs bu fəlakətdən qurtulmağın və əsl sağlamlığa qovuşmağın çıxış yolu nədir? İlk növbədə təbii və yoxlanılmamış vasitələrdən, xüsusən də açıq yaraya, zədələnmiş və həssas dəriyə nə gəldi sürtməkdən qəti şəkildə imtina etmək lazımdır. Əgər siz bugündən etibarən o nəzarətsiz gili bir dəfəlik kənara atıb, dərinizi düzgün, elmi əsaslara söykənən və steril şəkildə nəmləndirməyə, qorumağa başlasanız, müsbət dəyişikliyi öz gözlərinizlə görəcəksiniz. Düzgün qayğı ilə təxminən 3 ay ərzində o qorxunc qızartılar və dözülməz qaşıntılar əhəmiyyətli dərəcədə azalacaq, infeksiya riski minimuma enəcək. 6 ay sonra dərinizin qoruyucu bariyeri, o illərlə fərqində olmadan zədələdiyiniz həssas təbəqə yenidən bərpa olunacaq. Vəziyyətiniz tam stabil hala gələcək. 1 il ərzində isə dərinizin ümumi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşacaq. O qorxunc ekzema partlayışları və irinli yaralar artıq sadəcə pis bir xatirə olaraq keçmişdə qalacaq. Sağlamlığınızla kumar oynamayın. O sizin ən qiymətli xəzinənizdir. Dəriniz sizin ən böyük və ən vacib qoruyucu qalxanınızdır. Onu vulkanik zəhərlərlə, tanımadığınız bakteriyalarla deşməyin. Açıqlamadakı link ödənişsiz konsultasiyaya aparır. Yerlər dolmadan qeydiyyatdan keçin. Özünüzə, həyatınıza və bədəninizə sahib çıxın. Çünki sağlamlıq hər şeydən önəmlidir. Palçıq vulkanlarının gili və onun möcüzəvi təsirləri barədə bildiyiniz hər şey tamamilə yanlışdır. Yalnız öz sağlamlığına həqiqətən dəyər verənlər, elə indi kanala abunə olun və bu videonu bəyənin. Bizə 10 illiklər boyu öyrədiblər ki, təbiət özü ən böyük dərmandır. Bizə deyiblər ki, əgər dəridə yara, səpki, ekzema və ya qaşıntı varsa, ən yaxşı çarə gedib Qobustanın və ya digər bölgələrimizin palçıq vulkanlarından biraz gil gətirib o nahiyəyə sürtməkdir. Bəs niyə poliklinikaların dəri xəstəlikləri şöbələri, irinli cərrahiyyə palataları məhz bu təbii müalicənin qurbanları ilə doludur? Amma əvvəlcə, həkiminizdən heç vaxt eşitmədiyiniz, tibbi təlimatlarda və xəstəxana dəhlizlərində səssizcə keçilən o həqiqət barədə danışaq.
Səhiyyə sisteminin ağır bürokratik maşını sizə açıq havadan, heç bir sanitar nəzarət olmadan, sadəcə yerdən qablaşdırılan gilin tərkibindəki ağır metallardan, xəstəlik törədən aqressiv bakteriyalardan bəhs etmir. Niyə? Çünki dövlət və ya özəl klinikalarda 15 dəqiqəlik qəbul vaxtı olan həkimin sizə palçığın mikrobioloji analizini başa salmağa nə vaxtı var, nə də həvəsi. Hər kəs üçün ən asanı sizin bu palçığı dərinizə çəkib özbaşına müalicə etməyinizi, vəziyyəti daha da ağırlaşdırmağınızı və ən sonda ağır fəsadlarla, dözülməz ağrılarla xəstəxanaya gəlməyinizi gözləməkdir. Dərimiz, xüsusən də yaş irəlilədikcə, ən həssas və ən böyük qoruyucu orqanımıza çevrilir. İllər keçdikcə dərinin qoruyucu baryeri zəifləyir, o daha da incəlir və quruyur. Siz açıq yaraya, yaxud ekzemadan qabıq vermiş, onsuz da müdafiəsiz qalmış, həssas dəriyə vulkan palçığı çəkəndə düşünürsünüz ki, təbii minerallar alırsınız, şəfa tapırsınız. Əslində isə həmin o nəzarətsiz gil yağış suları, çöl heyvanlarının ifrazatları, torpaqdakı təhlükəli mikroorqanizmlər və bəzən də zəhərli kimyəvi maddələrlə qarışmış əsl bioloji bombadır. Bu bakteriyalar zədələnmiş dəridən birbaşa qana keçir və infeksiya sözün əsl mənasında partlayır. Təbiət həmişə mərhəmətli deyil. Təbiətdəki hər şey insan üçün yaradılmayıb. Şərhlərdə yazın, həkiminiz sizə heç bu barədə danışıbmı? O sizə deyibmi ki, o palçığın içindəki bir stafilokok bakteriyası sizin bütün immunitetinizi çöktürə bilər. Sistemə korkoranə inanmayanların icmasına qatılmaq üçün elə indi abunə olun. Hələ ki, bu məlumatlar əlçatandır və böyük əczaçılıq maraqlarına toxunduğu üçün məhdudlaşdırılmayıb, kanala abunə olun. Sağlamlığınızla bağlı suallarınız varsa, videonun açıqlama qismindəki linkə daxil olun və ödənişsiz konsultasiyaya yazılın. Biz birlikdə sizin üçün ən doğru olanı tapa bilərik. Yaşlı nəsillərimiz həmişə dədə-baba qaydasıdır. Palçıq hər dərdə dəvadır deyərək ağrıyan oynaqlarına, qaşınan, çatlamış dərilərinə bu steril olmayan palçığı sürtürlər. Bəzən fəsadları daha da sürətləndirmək üçün onu qatıqla, sarıköklə, kəklikotu suyu və ya hətta sirkə ilə qarışdırıb dəriyə elə bir zərbə vururlar ki, bərpası aylarla vaxt aparır. Səmma olan yerdə dərinin təbii baryeri onsuz da mövcud deyil. Oraya vurulan hər bir naməlum tərkibli, təmizlənməmiş palçıq birbaşa qan zəhərlənməsinə, dərinin nekrozuna qədər apara biləcək kəskin iltihab yaradır. Düşünün, neçə ildir ki, fərqində olmadan bu səhvi edirsiniz. Mən fəaliyyətim boyunca bu ağırlaşmış halların qarşısını almağa, inamla səhv addım atmış pasiyentləri o acınacaqlı vəziyyətdən çıxarmağa çalışmışam. Məqsədim bizim ənənələrimizi və ya inanclarımızı günahlandırmaq deyil. Mənim məqsədim sizi bu səssiz, amma çox amansız təhlükədən xilas etməkdir. Tibb sistemi bəzən o qədər soyuq və mexaniki işləyir ki, sizi sadəcə qəbul edirlər. Dərinizdəki o dəhşətli mənzərəyə baxırlar. Ən güclü, ən bahalı antibiotikləri yazırlar və növbəti xəstəni qəbul etmək üçün sizi yola salırlar. Heç kim sizə bunu bir də etməyin, çünki bu palçıq sizin dəriniz üçün zəhərdir demir. Amma çıxış yolu var və o sizin öz əlinizdədir. Əgər siz bu gündən etibarən açıq, qaşınan və zədələnmiş dəriyə nəzarətsiz, steril olmayan palçıq vurmağı tamamilə dayandırsanız, orqanizminizin necə sürətlə toparlandığının şahidi olacaqsınız. Cəmi 3 ay ərzində dərinin o zədələnmiş qoruyucu baryerinin necə bərpa olunduğunu, qızartıların necə solduğunu görəcəksiniz. 6 aydan sonra o bitmək bilməyən, gecələr sizi yatmağa qoymayan qaşıntılar, şişkinlik və qəfil iltihab riski kəskin şəkildə azalır. 1 il ərzində isə dərinizin vəziyyəti tamamilə stabilləşir. Qan göstəriciləriniz normaya dönür. Çünki bədəniniz artıq hər gün xaricdən gələn mikrob hücumları ilə, ağır metal qalıqları ilə mübarizə aparmaq məcburiyyətində qalmır. İndi isə bir anlıq hesablayın. Dərinizi təbii yolla sağaldacağınızı düşünərək etdiyiniz bu sadəlöv səhv gələcəkdə sizi nə qədər bahalı antibiotik, xəstəxana palataları, bitməyən həkim qəbulları və bahalı məlhəm xərclərinə məruz qoyur. Bu rəqəmlər bəzən minlərlə manatla ölçülür. Bu sizin alın tərinizlə qazandığınız puldur. Bu, nəvələrinizə saxlaya biləcəyiniz, onların təhsilinə, xoşbəxtliyinə, rifahına xərcləyə biləcəyiniz puldur. Niyə onu mənasız yerə apteklərə və xəstəxanaların sonsuz müalicə qrafiklərinə qurban verməlisiniz?
Özünüzü, sağlamlığınızı və ailənizin gələcəyini qorumaq üçün doğru addımı elə indi, gec olmadan atın. Açıqlamadakı link ödənişsiz konsultasiyaya aparır. Hələ yerlər varkən yazılın.